Xoş gördük hər birinizi, dəyərli izləyicilər. Mən Mətanət Nəbiyeva sizlərə bugün Kurikulumun sertifikatlaşma çərçivə sənədinə daxil olan ikinci mövzusu dövlət standartları haqqında məlumat verəcəm. Vaxt itirmədən keçək video izahımıza. İlk olaraq müəllimlər, ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr haqqında bəhs edir. Səriştə bilik, bacarıq, dəyərlərin, yəni gündəlik həyat prosesində, eyni zamanda cəmiyyətdə, sosial mühitdə, məktəbdə şagirdlərə və insanlara lazım olan bütün proseslərin məcmusudur. Və səriştələri biz 3 istiqamətdə öyrənirik. Birinci, təfəkkürlə bağlı, yəni bizim təfəkkürümüzlə bağlı olan səriştələr. İkinci, fəaliyyətlə bağlı olan səriştələr və üçüncü, dəyərlərlə bağlı olan səriştələr. Təfəkkürlə bağlı olan səriştələrdə proses beyində baş verir. Beyinlə bağlı olur, beyində baş verir. Məsələn, yaradıcılıq, müxtəlif kreativ məhsulların yaradılması və yaxud da ki, var olan məhsula alternativ əlavələrin olunması. Məsələn, deyirəm ki, şagird quşlar üçün süd qabından karton yem qabı hazırlayır və yaxud da ki, taxtadan oturacaq hazırlamaq sinif üçün. Bunlar hər bir nə ilə bağlıdır? Yaradıcılıq, yəni kreativliklə, tənqidi təfəkkür, məsələyə başqa prizmadan baxma bacarığı. Bax, bu tənqidi təfəkkürdür və yaxud da ki, ümumi müzakirələrdə iştirak etmək tipində görə bilərik və yaxud da ki, kiminsə fikirlərini münasibət bildirmə tipində görə bilərik situasiyalarda. Problem həll etmə. Hər hansı gündəlik həyat olsun və yaxud da ki, dərs prosesi olsun, izah prosesi olsun, öyrənmə prosesi olsun. Burada baş verən problemlərin anındaca həll edilməyi və yaxud da ki, həll edilməyə cəhd göstərməsi şagirdin problem həll etmə bacarıqlarıdır. Qərar qəbul etmə. Yəni, biz bir qərarı qəbul edəndə həmin qərarın çata biləcəyi müsbət nəticələr, mənfi nəticələr, bunlar haqqında da məlumatlı olmalıyıq. Eləcə də şagirdlər və müstəqil öyrənmə. Hansı mənbədən necə araşdırma aparmaq lazımdır? Müstəqil öyrənmək üçün bizə lazım olan mənbələr, araşdırma aparacağımız mənbələr, təbii ki, burada aparacağımız deyəndə şagirdlərdən söhbət gedir. Müstəqil öyrənməni də şagirdlərə aşılamaq lazımdır. İkinci, fəaliyyətlə. Artıq beynindən keçdik fəaliyyətə. Fəaliyyətlə bağlı səriştələr ünsiyyət, əməkdaşlıq, rəqəmsal, informasiya, maliyyə savatlılığıdır. Ünsiyyət və əməkdaşlıq, müəllimlər, bunlar daha çox, burada qeyd edirəm, qrup işi, cütlə iş, eyni zamanda bütün siniflə iş. Yəni, bu kimi sözlərlə və yaxud da ki, ifadələrlə situasiyada işlənir. Çünki ünsiyyət quranda cütlə işdə ünsiyyət lazım olur. Eyni zamanda əməkdaşlıqda cütlə işdə, qrupla işdə, bütün siniflə işdə, həmçinin ünsiyyət. Bunların hər biri lazım olur bizə. Rəqəmsal savadlıq daha çox nə ilə bağlıdır? İKT, informasiya, kommunikasiya texnologiyaları. Biz rəqəmsal savadlığı həm də kompetensiya kimi öyrənirik, müəllimlər, düzdürmü? Yəni, məsələn, süni intellekti daxil edə bilərik bura, süni intellektlə bağlı olan proqramları daxil edə bilərik. Eyni zamanda, hətta bura qeyd edək, süni intellekt. Daha sonra nəyi qeyd edə bilərik? Məsələn, əgər şagird kompüter proqramlarından, ofis proqramlarından istifadə etməyə bacarırsa, bax, bu da İKT-yə, yəni rəqəmsal savadlığa bağlıdır. İnformasiya savadlığı, informasiya axtarmaqdır. Bu informasiya internet üzərindən də ola bilər və yaxud da ki, hər hansı KİV-dən, yəni kütləvi informasiya vasitələrindən də ola bilər. Yəni, sadəcə orada bizə lazımdır nə? İnformasiyanı araşdırmaq, informasiyanı tapmaq. Və maliyyə savadlığı daha çox gəlir, xərc, sahibkar, yəni sahibkarlıq kompetensiyasının bir sadə versiyasıdır. Deməli, gəlirlə, xərclə, risklə və yaxud da ki, hər hansı bir şirkətin açılması ilə bunlarla bağlı olur. Düzdürmü? İnsan resursları ilə bağlı olur. Tutalım ki, şagird gündəlik ona verilən xərcləri, qəpikləri yığaraq özünə kitab alır. Deməli, maliyyə savadlığı yerindədir. Və üçüncü, dəyərlər. Dəyərlər daha çox biz qeyd etdik ki, şəxsiyyət yönümlülüklə bağlıdır. Yəni, bizim milli kimliyimizlə bağlıdır. Bu da 3 istiqamətdən ibarət öyrənirik. Milli kimliyin dərki və milli iftixar hissi,
Fəal vətəndaş mövqeyi, şəxsi sosial məsuliyyət, insan hüquqlarına hörmət, bax bu kimi dəyərlərlə bağlı səriştələrimiz var. Nədir belə deyim, milli kimliyin dərki və milli iftixar hissi? Burada daha çox dövlət rəmzlərinə hörmətdən, dövlət rəmzlərini təmsil etməkdən, Azərbaycançılıq situasiyalarda daha çox Azərbaycançılıq sözü ilə işlənir. Azərbaycançılıq ideyalarını ön planda tutur. Azərbaycançılıq ideyalarının əhəmiyyətindən biz bəhs eləyə bilərik. Yəni bunların hər biri nə ilə bağlıdır? Milli kimliyin dərki və milli iftixar hissi ilə. Növbəti biz bəhs edirik nə ilə? Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyi vətəndaşın cəmiyyət, dövlət qarşısındakı məsuliyyətini biz qeyd edə bilərik. Dövlətin özəl günlərlə bağlı, məsələn, müstəqillik günü, anum günü, konstitusiya günü və yaxud da ki, bayraq günü, bu kimi dirçəliş günü, bu kimi tədbirlərdə vətəndaş iştirak etməlidirsə, bunlar haqqında məlumat sahibidirsə, bax, bunların hər biri hara daxildir? Fəal vətəndaş mövqeyi. Həmçinin yaşadığın bölgə haqqında məlumatlısansa, dövlətçilik ənənələri, dövlətçilik rollarını sən əgər, belə deyim də, qorumağı bacarırsansa, müxtəlif cəmiyyətlərdə dövlətinin mənafeyini qorumağı bacarırsansa, bu fəal vətəndaş mövqeyidir, dəyərli müəllimlər. Bundan sonra nəyə qeyd edə bilərik? Şəxsi sosial məsuliyyət. Şəxsi sosial məsuliyyət nədir? Daha çox cəmiyyətdə eyni zamanda davranış qaydaları ilə bağlı olur. Şəxsi sosial məsuliyyət nə ilə bağlı olur? Davranış qaydaları. Bu nə deməkdir? Məsələn, ictimai nəqliyyatda, parklarda, məktəbdə və yaxud da ki, başqa və sair yerlərdə davranış qaydalarından söhbət gedir. Könüllülük layihələri, məsələn, uşaqlar evinə yardım, qocalar evinə yardım, bu kimi layihələri də biz bəzən götürə bilərik şəxsi və sosial məsuliyyətdə. Növbəti, deməli, biz qeyd edirik müəllimlər. Nəyi? Demokratiya və insan hüquqlarına hörmət. Bu da başqalarının hüquqlarına hörmət, öz vəzifələrini yerinə yetirməklə bağlı olur. Və sonunda bizim birini qeyd etməyi unutmuşuq. Mədəni müxtəlifliyə hörmət. Bu da müxtəlif mədəniyyətlərə, onların adət-ənənələrinə, qərəzliyə yol verməmək. Yəni necə öz mədəniyyətinə hörmət edirsənsə, başqalarına da hörmət etmək hara aiddir? Mədəni müxtəlifliyə hörmət səriştəsinə aiddir. Deməli, növbəti bəhs edirik pedaqoji prosesin təşkili prinsipləri. Yəni, biz dərs mühitini, sinif mühitini necə idarə etməliyik, şagirdləri necə idarə etməliyik, onlarla iş necə qurulmalıdır. Bunun üçün bizim 9 prinsipimiz var. Birinci, pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, şagird və şəxsiyyət yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, inklüzivlik və məktəb valideyn əlaqələri. İndi gəlin bu 9 prinsiplə tək-tək tanış olaq. Görək hansı açar sözlərə, necə və harda biz önəm verməliyik. İlk olaraq pedaqoji prosesin tamlığı. Burada təlimin məqsədi öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşıyır. Necə? Öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşıyır. Yəni, bu 3 prinsip məktəbdə, dərs otağında, təhsil mühitində kompleks şəkildə həyata keçirilməlidir. Misal, müəllim şagirdlərə tutalım ki, dərsi keçib, amma test üzərində tətbiq qaydalarını öyrətmir və yaxud da ki, praktik nümayiş qaydalarını öyrətmir. Pedaqoji proses tam olmadı, öyrədici yerinə yetirilib, amma şagirdi inkişaf etdirməyib. Məsələn, burada daha çox biz situasiyalarda praktik, real həyat, test üzərində tətbiq, test üzərində tətbiq, əyani nümayiş kimi sözlərlə görə bilərsiniz. Məsələn, şagirdlər bitkilərə
qulluğun əhəmiyyətini və yaxud da ki, qaydasını öyrənəndən sonra sinif otağındakı bitkilərə qulluq edirlər ki, yəni onların yarpaqları tökülməsin, qurumasın və yaxud da ki, mövzunu öyrənəndən sonra onu test üzərinə tətbiq edirlər. Yəni öyrədici, tərbiyə edici, inkişaf edici xüsusiyyətlər yerinə yetirilməlidir. Təlim məqsədlərinin öncədən planlanması da pedaqoji prosesin tamlığına daxildir. Həmçinin onu qeyd edə bilərik ki, bəzən yəni öyrətmək, inkişaf etdirmək hər biri yerində olur, amma müəllim sinifi ələ ala bilmir. Bu da deməli tərbiyə edici xüsusiyyətlərin pozulması deməkdir. Növbəti keçirik nəyə? Növbəti təhsildə bərabər imkanların yaradılmasıdır. Bütün təhsil alanlar üçün eyni şəraitin yaradılması, eyni təlim şəraitin təmin edilməsi, meyllərin, maraqların, potensial imkanların nəzərə alınmasıdır deyə bilərik. Məsələn, sinifdə 30 şagird varsa, mən test çıxartdıranda və yaxud da ki, nə bilim, hər hansı iş vərəqi çıxartdıranda tutalım ki, 25 ədəd çıxartdırmışam. Kopya etdirmişəm. Yəni burada nə pozulub? Bərabər imkanlar. Və yaxud da ki, şagirdlərə sertifikat verməliyəm yaxşı oxuduqları üçün və yaxud da ki, aktiv olduqları üçün qrup işlərində. Bu zaman onların hamısına əgər verilmirsə, bu nəyin pozulmasıdır? Təbii ki, bərabər imkanların pozulmasıdır. Və yaxud da ki, informatika dərsidir. Orada kompüter saylarının şagirdlərə uyğun olmaması, yetməməsi, bunlarda bərabər imkanların pozulmasına gətirib çıxarır. Yəni hər kəs üçün, hər bir təhsil alanı üçün mahiyyət etibarilə eyni imkan, bərabər imkan yaradılmalıdır. Sonra keçirik növbəti şəxsiyyət yönümlülüyü, yəni cəmiyyətə, vətənə faydalı bir şəxsiyyət yetişdirməkdən ibarətdir. Bunun xüsusiyyəti idrak, ünsiyyət, psixomotor fəaliyyətlərin nəzərə alınması. Yəni şagirdin qavramağı, oxumağı yerində olmalıdır. Ünsiyyət, əməkdaşlıq bacarıqları yerində olmalıdır. Hər iki bacarıqları, yəni psixomotor bacarıqları yerində olmalıdır ki, şəxsiyyət yönümlülük tələbi deməli neynəsin? Reallaşmış olsun. Daha sonra milli bəşəri dəyərlərdən biz sizə bəhs edə bilərik ki, məsələn, şəxsiyyət yönümlülükdə şagirdlərdə milli bəşəri dəyərlər də formalaşdırılır. Yəni bunun xüsusiyyətləri, dəyərlər səriştəsi bunun genişlənmiş formasıdır. Məsələn, milli geyimlərimizdən, adət-ənənələrimizdən və yaxud da ki, dünyada olan adət-ənənədən, bəşəri dəyərlərdən bəhs ediriksə, bu şəxsiyyət yönümlülüyə daxildir. Məsələn, adət-ənənə, milli bayram, milli geyim. Yəni bu kimi situasiyalarda açar sözləri görsəz, şəxsiyyət yönümlülüyü olaraq götürə bilərsiniz. Növbəti bəhs edirik şagird yönümlülüyü. Şagird yönümlülüyü təhsil fəaliyyətlərinin bilavasitə təhsil alanın mənafeyinin müdafiəsinə, təhsil alanın tələbatlarının ödənilməsinə, istedadının reallaşmasına olan şəxsiyyətlərin formalaşdırılmasına yönəlməsidir. Yəni şagirdin marağı, istəyi şagird yönümlülüyə görə nəzərə alınmalıdır. Yəni müəllim dərs keçəndə, dərsi quranda mütləq proses hissədə şagirdin belə deyim, arzuları, tələbatlarını mümkün qədər nəzərə almağa çalışmalıdır. Məsələn, şagird daha çox rollu oyundan öyrənmək istəyir, nəzərə ala bilərik. Şagird daha çox yarışma tipli və yaxud da ki, oyunlaşdırma tipli dərslərlə öyrənmək istəyir, nəzərə ala bilərik. Yəni bu kimi amillər təbii ki, müəllimlər tərəfindən nə edə bilər? Nəzərə alına bilər. Növbəti inkişaf yönümlülükdür. Bu daha çox təhsil nailiyyətlərinin təhlilinə dayanır. Məsələn, müəyyən qiymətləndirmə, summativ qiymətləndirmə keçirmisən, tarix fənnindən görürsən ki, orada şagird ağqoyunlu, qaraqoyunlu mövzularını daha yaxşı yazıb, Ərdəbil hakimliyini daha yaxşı yazıb, amma Səfəvi dövlətin mədəniyyətində və yaxud da ki, Səfəvi Osmanlı müharibələrində müəyyən səhvlərə yol verib. Həmin səhvlər üzərində sən işləsən, onu gələcək planlamana daxil etsən, yəni o səhvin izahını versən, bunlar hər biri nəyə daxildir? İnkişaf yönümlüyə, yəni şagirdin səhvi təhlil olunmalıdır. Təhlil olunan nəticələr inkişaf etdirilməlidir ki, yəni şagird artıq o səhvindən nəyisə öyrənmiş olsun. Yəni mütləq ki, orada kompleks tədbirlər keçirilməlidir. Şagirdin səhv etdiyi mövzular planlamaya daxil edilməlidir. Onlar üzərində mütləq ki, iş getməlidir. Burada bir məsələni qeyd edim. Məsələn, bu daha çox testlərdə summativ, formativ, diaqnostik,
qiymətləndirmələrin səhvləri üzərindən və yaxud da ki, həmin qiymətləndirmələrin keçirilib nəticələrin təhlil edilməsi kimi sözlərlə işlənir. Bunu yaxşı yadınızda saxlayırsınız. Növbəti biz bəhs edirik nədən? Fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması təhsil prosesinin səmərəliliyi ilə bağlıdır. Yəni deyir ki, təhsil prosesinin səmərəliliyinin artırılması, təlim maraqlarının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi, dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsidir. Məsələn, müəyyən şagird test imtahanında iştirak etməzdən əvvəl onu motivasiya etmək bura daxil ola bilər və yaxud da ki, fənn olimpiadasından əvvəl şagirdi motivasiya etməyə biz bura daxil edə bilərik. Şagird hər hansı summativ qiymətləndirmədən sonra və yaxud da ki, qrup işindən sonra şagirdə rəyin verilməsi. Rəy vermək spesifik rəy ola bilər, konstruktiv ola bilər. Yəni, o rəyin verilməsi. Amma burada verilən rəylər necə olmalıdır? Burada verilən rəylər şagirdi gələcəyə daşımağı bacarmalıdır. Məsələn, şagird səhv edib, səhvi izah etdim. Bu səhvi izah etmək bizim inkişaf yönümlülük prinsipinə daxildir. Amma o səhvin bir daha təkrarlanmaması üçün şagirdi gələcəyə yönəltmək, məsələn, şagird tutalım ki, fe'li bağlama mövzusunda və yaxud da ki, cümlənin uzlaşma mövzusunda, mübtəda, xəbər, təyin, tamamlıq zərfi, yəni sintaktik təhlil mövzusunda səhvləri var. Mən bu səhvi izah etdim, bu inkişaf yönümlülükdür. Amma o səhvi bir daha təkrarlamaması üçün şagirdə istiqamət göstərirəm ki, məsələn, yazdırdığım bu qaydaya əsasən testləri yenidən işlə ki, gələcəkdə o səhvi təkrar etməsin. Bax, bu stimullaşdırmadır. Rəylə bağlı olur, spesifik, konstruktiv, əks əlaqə ilə bağlı olur. Bax, bunların hər birini qeyd edirəm, yadınızda saxlayın. Növbəti dəstəkləyici mühitin yaradılmasıdır. Dəstəkləyici mühitin yaradılması təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastruktur, sağlam mənəvi psixoloji mühiti, yaradıcı təhlükəsiz təhsil şəraitinin təmin edilməsindən söhbət gedir. Məsələn, biz deyirik ki, əgər təhsil mühitində informatika dərsidir, məsələn, sinifdə 30 şagirdimiz var. Əgər 20 kompüteri varsa, bu bərabər imkanların, yəni şagirdlərin hamısının istifadə haqqı tanınmayacaq. Bu bərabər imkanların pozulmasıdır. Amma ümumən məktəbdə kompüter yoxdursa və yaxud da ki, bu avadanlıqlar yoxdursa, yəni maddi texniki baza, infrastruktur zəifdirsə, bu dəstəkləyici mühitin pozulmasıdır. Sonra, sağlam mənəvi psixoloji mühit nədir? Yəni, şagirdi negativ gözlənti ilə yükləməmək, ancaq negativini söyləməmək. Bəzən müəllim var ki, şagird gecikib onu tək ayaq üstündə saxlayır, küncdə saxlayır və yaxud da ki, sinifə girməyə icazə vermir. Yəni, şagirdə bu bir növ psixoloji baskıdır. Psixoloji təsirdir ki, əslində bu olmamalıdır və şagirdlər özünü neynəməlidir? Təhlükəsiz bir mühitdə hiss etməlidir. Yəni, ümumiyyətlə, aparılan araşdırmaların nəticəsinə görə şagirdlər özlərini məktəbdə, yəni 90% hallarda təhlükəsiz mühitdə hiss eləmir. Yəni, mütləq ki, bu mühiti neynəmək lazımdır? Aşılamaq həm fiziki cəhətdən, həm sağlam mənəvi psixoloji cəhətdən neynəmək lazımdır? Aşılamaq. Deməli, burada bizdə yerdə qaldı nə? İnklüzivlik. İnklüzivlik də bərabərlikdir. Amma bu necə bərabərlikdir? Deyir ki, şagirdin fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq, təhsilin bütün uşaqlar üçün əlçatan olması. Məsələn, şagird biri yaxşı qavraya, biri nisbətən gec qavraya bilər və yaxud da ki, idman dərsidir, şagirdin biri daha sürətli qaçar, digəri ondan daha az sürətli olar. Yəni, hər kəs eyni deyil. Necə bizim, belə deyim də, bizim öyrənməmiz fərqlidirsə, bu təbii ki, şagirdlərdə də belədir. Şagirdlərdən fiziki, psixi, intellektual xüsusiyyətlərinə, sağlamlığı imkanlarına görə onlara fərq qoymaq olmaz. Məsələn, şagird zəif görürsə, onu nisbətən ön sıralara gətirə bilərik, zəif eşidirsə, ön sırada gətirib əyləşdirə bilərik və yaxud da ki, şagirdlərin bəzisi təbii ki, boydan uca, bəziləri nisbətən boydan kiçik ola bilər. Yəni, o zaman da biz boy sırasını nəzərə alaraq sinifi tənzimləməyə çalışmalıyıq ki, yəni hər kəs üçün təhsil mühiti neynəsin? Əlçatan olsun. Və sonuncu prinsipimiz məktəb valideyn əlaqələridir. Məktəb valideyn əlaqələri, yəni təhsilin təşkilində valideynlərin rolu, onların təkliflərindən, eyni zamanda
təlim-tərbiyə prosesi ola bilər. Yəni mütləq ki, əgər uyğun fikirlərdirsə, valideynlərin də fikirləri nəzərə ala bilər. İndi gəlin mövzuya bağlı bəzi situativ tipli test nümunələrinə baxaq. İlk testimiz müəllim dərsi yalnız mövzu izahı ilə məhdudlaşdırır, şagirdlərin tərbiyəvi və inkişaf etdirici xüsusiyyətlərini nəzərə almır. Yəni ancaq mövzu izahı ilə dərsin izahı və yaxud da ki, dərs prosesi yekunlaşıbsa, deməli burada nə baş verməyib? Pedaqoji prosesin tamlığı baş verməyib. Tam olmayıb pedaqoji proses. Yəni pedaqoji prosesin tam olması üçün həm orada praktik imkanlar, əyani göstərmək, tətbiq imkanları, öyrədici və inkişaf etdirici xüsusiyyətlər nəzərə alınmalıdır. Sual 2. Sual 2. Məktəbdə eyni fənn üzrə bir sinif müasir texniki vasitələrlə təchiz olunub. Digəri isə bu imkanlardan kənarda qalırsa, bu vəziyyət hansı sinifə və yaxud da ki, daha doğrusu hansı prinsipə ziddir? Əgər bir sinif və yaxud da ki, müəyyən qrup şagirdlər həmin texniki avadanlıqlarla, kompüter, İKT avadanlıqları ilə təmin olunubsa, digər qrup bu yanaşmadan və yaxud da ki, bu təchizatdan kənarda qalıbsa, bu bərabərliyin pozulmasıdır. Desəz ki, bəs dəstəkləyici mühit, o ümumiyyətlə, yəni varsa bütün məktəb üçün var, yoxdursa bütün məktəb üçün yoxdur. Burada yəni bir sinifə daha üstün yanaşılıb, digər sinifə həmin təchizat edilməyib. Yəni bərabərlik pozulub. Sual 3. Müəllim dərsdə şagirdlərin maraqlarını, ünsiyyət və həyat bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verir. Əgər şagirdin marağından, ünsiyyətindən, həyat bacarıqlarından söhbət gedirsə, biz buna nə kimi baxa bilərik? Ünsiyyət, həyati, psixomotor bacarıqları, şagirdlərin maraqları. Təbii ki, burada biz situasiyaya bir şəxsiyyət yönümlülük kimi yanaşa bilərik. Şagirdin şəxsiyyət kimi təmin edilməsi, cəmiyyətə bir vətəndaş yetirilməsi kimi baxa bilərik. Düzgün cavabımız olacaq A bəndi. Şəxsiyyət yönümlülük. Yəni başa düşdünüz nə üçün? Maraq, ünsiyyət, həyati bacarıqlar. Sonra sual 4. Dərs zamanı müəllim yalnız proqramı əsas götürür, şagirdlərin nə fərdi ehtiyacı nəzərə alınmayıb, nə də onların maraqları. Yəni müəllim ancaq öz baxış bucağından məsələyə yanaşırsa, şagirdin fərdi ehtiyacı, marağı nəzərə alınmayıbsa, orada nə təmin olunmayıb? Təbii ki, şagird yönümlülüyü təmin olunmayıb. Biz şagird yönümlülükdə qeyd etmişdik axı. Şagirdin meyli, marağı, istəyi, potensial imkanları, onun fərdi istəkləri, fərdi ehtiyacları hər biri neynənməlidir? Nəzərə alınmalıdır. Sual 5. Şagirdlərin nailiyyətləri mütəmadi olaraq təhlil olunur. Bu nəticələr əsasında onların inkişafı üçün yeni tədbirlər görülür. Əgər şagirdlərin nəticələrinin təhlil olunmasından, alınan nəticə əsasında tədbir görülürsə, şagirdin inkişafından söhbət gedirsə, nailiyyətin təhlilindən söhbət gedirsə, biz bunu harda qeyd etdik? İnkişaf yönümlülük. Çünki hər bir nailiyyətin təhlili, hər bir şagirdin inkişafı və yaxud da ki, onların təhsil nailiyyətlərindən hər hansı test nəticəsi, summativ nəticəsi, bunlar üzərində iş gedirsə, bu şagirdin inkişafına yönəlib. 6-cı sual. Məktəbdə şagirdlərin dərsə marağını artırmaq üçün onların nailiyyətləri izləndirib, qiymətləndirmə, motivasiya məqsədi daşıyır. Əgər dərsə marağını artırmaq, şagirdin nailiyyəti izlənirsə və bu nailiyyət izlənmək şagirddə motivasiya daşıyırsa, motivasiya məqsədidirsə, eyni zamanda şagirdi gələcəyə istiqamətləndirilirsə, əks əlaqə verilirsə, bu fəaliyyətin stimullaşdırılması olacaq. Baxın, nailiyyəti biz iki halda dedik. Əgər nailiyyətləri təhlil olunursa, bu inkişaf yönümlülükdür. Əgər şagirdin nailiyyəti izlənirsə, bu izlənmə, qiymətləndirmə, motivasiya xarakteri daşıyırsa, motivasiya məqsədlidirsə, bu fəaliyyətin stimullaşdırılması ilə bağlı. Baxın, stimullaşdırmaya siz burada motivasiya da qeyd edə bilərsiniz. Bərabərdir motivasiya.
Sual 7. Məktəbdə sağlam mənəvi psixoloji mühit yaradılıb. Şagirdlərin özünü təhlükəsiz hiss etməsini təmin olunur. Əgər sağlam mənəvi psixoloji mühitdən söhbət gedirsə, şagirdlər özünü təhlükəsizlikdə hiss edirsə, bu hansı mühitin yaradılmasıdır? Təbii ki, dəstəkləyici mühitin. Harda sağlam mənəvi psixoloji mühit görsəz, o situasiyaya 90% halda yanaşa bilərsiniz dəstəkləyici mühit kimi. Sual 8. Fiziki və psixi imkanlarından asılı olmayaraq bütün uşaqların təhsilə cəlb olunması, yəni biz qeyd etdik ki, inklüzivliyə əsasən həm fiziki, həm intellektual, həm psixi imkanlarından asılı olmayaraq bütün şagirdlər təhsilə cəlb olunur. Yəni inklüzivlik təmin olunmuş olur burada. Sual 9. Məktəb rəhbərliyi valideynlərlə sıx əməkdaşlıq edir, təlim-tərbiyə prosesində yaranan problemləri birlikdə həll edirlərsə, təbii ki, məktəb rəhbərliyi valideyn əlaqələrindən söhbət gedir, onların əməkdaşlığından söhbət gedir, yəni məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Sonuncu sualımız 10-cu sual. Sizcə müəllim dərsdə şagirdlərlə qarşılıqlı əməkdaşlıq edir. Onları pasiv dinləyici kimi görmür, fəal iştirakçı kimi qəbul edir. Bu hansı prinsipə əsasdır? Təbii ki, subyekt prinsipinə əsasdır. Çünki, yəni müasir dərs modelində müəllim şagirdləri obyekt kimi deyil də, subyekt kimi görür. Ümumi izahımız bu qədər. Əgər mövzu ilə bağlı hər hansı bir sualınız yaranarsa, videonu rəy bölümündə qeyd etməyi unutmayın.